Təkcə alması ilə yox, elə paxlavası ilə də məşhur olan bu rayonun gəlmişik Quba paxlavasının hazırlanma prosesini yaxından öyrənməyə. Açığı çəkiliş üçün gəlmişik, amma deyəsən sonunda özümüz də usta olaraq buradan gedəcəyik. Deyilənə görə Hacıbaba bəyin Qubada paxlavaları çox məşhurdur. Elə istədik ki, öz dilindən öyrənək ki, bu paxlavanın sirri nədir? Hacıbaba bəy, xoş gördük. Xoş gördük, xoş gəlmisiniz. Çox sağ olun, minnətdarıq. Elə sizin dilinizdən eşidək ki, neçə ildir bu işlə ümumiyyətlə məşğulsunuz? Bu işlə 10 ilə yaxındır məşğulam. 14 yaşımdan 21-22 yaşıma kimi bir məşğul olmuşam, 8-9 il. Bir də bir son vaxtlarda yenidən başlamışam məşğul olmağa. Bəs sizin paxlavavızın sirri nədir? Paxlavanın ümumiyyətlə sirri belə demək olar ki, o xəmir yoğurulandan bütün proseslərdə, bütün incəlikləri nəyə nətər lazımdır demək lazımdır ki, yekununda bütün proses keyfiyyətli alınsın. Misal üçün, paxlava sexlərində bizdən fərqli olaraq bir qat qoz qatırlar. Biz ona 10 qat qoz qatırıq. Səhv eləmirəmsə, bir dənə yerdə 2 qat qoz var. Biz ona 10 qat qoz qatırıq. Böyük bir fərqimizi ortaya qoymuşuq. Ona görə də Qubada müştərilər üçün də seçilirik. Elə isə gəlin elə iş başındayıq. Elə proseslə yaxından tanış olaq. İlk proses xəmir yoğrulur və xəmir hazır hala gəlir ki, orada irişdəni qıfdan xəmir gəlsin, orada ərişdə ata biləsən. Biz ona ərişdə deyirik.